Salam uşaqlar, baxaq yeni bir test sahına. Ümumiyyətlə bu sxemlərdə bir balaca diqqətli olmaq lazımdır. Təkbətək döyüşsək dərd eləməzdi. Meydanda tək mənəm, ondu qocalıq. Nümunənin təhlilinə əsasən klasteri tamamlayın. Ümumi şəkildə bizə verib ki, nümunənin təhlilinə aiddir və sxem içərisində qarşısında bir cümlə verib. Görək o səhvdir, yoxsa düzdür? Yerli hallı isim işlənmişdi. Bəli, meydanda sözü. Yerli halında olan isimdir. Deməli bu doğru olduğuna görə sən doğru cavabları götürəcəksən. Əgər yanlış olsaydı, yanlışları götürmüş olacaqdın. Burada doğru olduğuna görə biz doğruları seçirik. Birinci misrada zərf feil isim işlənib. Təkbətək zərfdir. Döyüşsək də feildir. Dərd eləmək də mürəkkəb tərkibi feil gedir. Yəni görürsünüz, burada artıq isim yoxdur. Ona görə də səhv olduğuna görə biri çıxıram. Sonra ikinci misrada leksik mənası olmayan söz işlənib. Yəni leksik mənası olmayan söz, bu demədik köməkçilik hissəsi. Oradakı tək sözü köməkçilik hissəsi deyil. Leksik mənası var. Yəni meydanda bir mənəm, yeganə mənəm, ondu qocalıq. Ona görə də burada leksik mənası olmayan, yox, olan söz kimi işlənib. Bu ikində çıxdıq. Cavab əslində alındı 3-4. Y variantıdır. Sadəcə olaraq 3-4-ə də baxaq. Düzəltmə feildə bir leksik, 2 qrammatik şəkilçi var. Yəni dərd eləmək sözünə baxmıram. Niyə? Çünki mürəkkəb feildir. Yerdə qalır döyüşsək. Düzəltmə feili döy sözünün kökü, 3 leksik, sə, şər şəkli, 2 də şəxs onluğudur. Görürsünüz, bir leksik, düzəltmə feildir, bir leksik, 2 qrammatik şəkilçi var. Deməli, 3 düzgündür. Sonra başqa feil var, yoxdur. Təsviflənən feillərdən biri qeyri-qəti gələcək zamanda, yəni ar-ər. Dərd eləməzdi. Qeyri-qəti gələcək zaman şəkilçisi ar-ərdir, amma ikinci və üçüncü şəxslərdə rızıya keçir. Və feillərdə məz şəkilçisi parçalanan şəkilçi olur. M inkar, ar-ərdə qeyri-qəti gələcək zamanda olur. Həmçini mır şəkilçisi də M inkar şəkilçisi olur, ırda indiki zaman.